Deməli, bugünkü dərs olur metakognitiv bacarıqların formalaşdırılması. Sadə dərsdir, çox çətin dərs deyil yəni. Bacardığımız qədər rahat olan bir dərsdir. Ona görə də bacardığınız qədər rahat öyrənə bilərsiniz. Deməli, metakognitiv bacarıqlar nə ilə bağlıdır? Metakognitiv bacarıqlar metakognitiv bilik ilə bağlıdır. Biz bundan əvvəlki dərslərdə bilik mövzusunda metakognitiv bilik mövzusunu keçmişdik və biz metakognitiv bilik ilə bağlı əlavə olaraq həm də şagirdlərdə metakognitiv bacarıqlar formalaşdırmalıyıq. Yəni hər ikisi şagirdlərdə mütləq formalaşdırılmalıdır. Həm metakognitiv bilik, həm də metakognitiv bacarıq. İndi gələk baxaq görək metakognitiv bacarıqlar nələrdən ibarətdir. Metakognitiv bacarıq özü 3 hissədən ibarətdir. Hansı ki, onun birincisi özünü monitorinqdir, ikincisi özünü tənzimləmədir, üçüncüsü isə özünü qiymətləndirmədir. Və 3 komponent var metakognitiv bacarıqlarda. Və 3 komponentin də özünün bölünənləri var. İndi baxaq görək nə deməkdir özünü monitorinq, hansı yerlərə bölünür, nədir? Deməli, özünü monitorinqdə deyir ki, özünü monitorinq tapşırıq zamanı insanın hərəkətlərini, davranışlarını və idraki prosesləri müşahidə eləmək və onları izləməkdən ibarətdir. Yəni şagird hər hansı bir tapşırığı eləyən zaman öz hərəkətlərini izləyə bilir, öz davranışını izləyə bilir, öz idraki prosesini izləyir, müşahidə eləyir. Sadəcə olaraq özünü izləyir, özünü müşahidə eləyir. Şagird burada deyir, özünü nəzarətdə saxlamağa cəhd eləmir. Yəni özünü nəzarətdə saxlamır, sadəcə olaraq özünü müşahidə eləyir. Və yaxud da ki, özünü mühakimə eləmir, nə də özünü dəyərləndirmir. Sadəcə olaraq özünü müşahidə eləyir və öz performansı haqqında məlumat toplayır. Yəni özünün necə olduğu haqqında məlumat toplayır. Harda? Özünü monitorinq. Özünü monitorinq nədir? Özünü müşahidə eləmək, özünün davranışlarını, hərəkətlərini, idraki proseslərini izləməkdir. Bu qədər sadədir. Və burada adam özünə qiymət vermir, özünü mühakimə eləmir, özünü dəyərləndirmir, öz belə deyək də, hərəkətlərini nəzərdə saxlamağa çalışmır. Sadəcə olaraq müşahidə eləyir və öz haqqında məlumat toplayır. Və bunun 3 dənə komponenti var. İlk birincisi müşahidə eləməkdir. İkincisi agah olmaqdır, üçüncüsü rəydir. Nə deməkdir? Müşahidə. Müşahidə deyir ki, nə etdiyinə, necə etdiyinə və nəticələrə fəal şəkildə diqqət yetirərək özünü müşahidə edib məlumat toplaya bilir. Sadəcə olaraq qısalaşdırıb belə bir sözlə deyirik ki, nələri necə elətdiyinə, yəni ümumi olaraq prosesləri necə etdiyini müşahidə eləyir və məlumat toplayır. İkincisi, deyir öyrənmə zamanı, yəni agah olmağa baxaq. Deyir öyrənmə zamanı nə baş verdiyini bilir və prosesdən agah olur. Nəyi bilib bilmədiyinin fərqinə varır. Gedişatdan məlumatlı olursa, olur nə? Agah olmaq. İkinci mərhələ olur nə? Agah olmaq. İkinci komponent daha doğrusu. Mərhələ yox, komponent deyək buna. İkinci komponent özünə monitorinqdə agah olmaqdır. Agah olmaq nə idi? Nəyi bilib bilmədiyini bilmək, prosesdən agah olmaq və gedişatdan məlumatlı olmaq. Bu nə idi? Agah olmaq. Gəldik üçüncüyə. Deyir, performansı haqqında başqalarından şifahi və yazılı formada rəy alır şagird və yaxud da insan fərqi yoxdur. Rəy almaq özünün diqqət yetirmədiyi məqamları üzə çıxara bilər. Bu da hansıya aiddir? Bu da özünün monitorinqə aiddir ki, sən nə edirsən? Başqalarından rəy alırsan, səni müşahidə edən insanlardan rəy alırsan, bu yazılı və yaxud da şifahi formada ola bilər və rəy alandan sonra özünün diqqət eləmədiyin məqamlar üzə çıxır ki, mən hansı məqamlara diqqət eləmişəm və yaxud da hansı məqamlara diqqət eləməmişəm. Bu üzə çıxır. Bu da olur hansına aid? Özünün monitorinqə aid. İndi nümunə üzərindən başa düşməyə çalışaq. Nümunədə nə deyir? Deyir, oxu tapşırığı zamanı özünü monitorinq eləyən şagird görür ki, bir dəqiqədə nə qədər söz oxuyub. Sonra çətin sözləri qeyd edə və onları başa düşməsi üzərində düşünə bilər ki, mən hansı sözləri başa düşmürəm. Çətin sözlərdə hansılar olduğunu qeyd eləyir. Bundan əlavə, yoldaşından öz işinlə bağlı rəy ala bilər ki, səncə bax mən bu dərsdə, məsələn, bu çətin oxu tapşırığı zamanı verilən sözləri necə bildim? Dəqiqədə nə qədər söz oxudum? Hansı sözləri düz tələffüz elədim? Hansı sözləri səhv tələffüz elədim? Və özünlə bağlı nə edir? Rəy alaraq məlumat toplayır. Qısacası özünü monitorinq şagirdin özünlə bağlı məlumat toplamağı, özünü müşahidə eləməyi, müşahidə eləyəndən sonra özünlə bağlı nəyi bilib bilmədiyini başa düşməyi və başqalarından rəy alaraq çatışmazlıqlarını görməyidir. Burada adam nə edir? Özünə qiymət vermir. Sadəcə olaraq özünün hansı vəziyyətdə olduğunu müşahidə eləyir. Məsələn, bir insan deyək ki, dərsə hazırlaşır. Dərsə hazırlaşanda, dərsi deyək ki, oxuyanda, özünlə bağlı və tapşırıqları yerinə yetirəndə özünü müşahidə eləyir. Özünlə bağlı məlumat toplayır.
Sonra agah olur ki, bu hansı tip tapşırıqları eləyə bilir, hansı tip tapşırıqları eləyə bilmir. Yəni sadəcə olaraq məlumat alır özünlə bağlı. Və deyək ki, tapşırıqları eləyəndən sonra onunla bərabər həmin tapşırıqları eləyən bir yoldaşı var. Həmin yoldaşından soruşur ki, səncə bax məsəl üçün mən hansı tapşırıqları daha tez yerinə yetirirəm, hansıları daha gec yerinə yetirirəm, hansı tip tapşırıqları tez eləyirəm, hansı tip tapşırıqları gec eləyirəm. Burada nə edir şagird? Özünü monitorinq eləyir və ya da şəxs özünü monitorinq eləyir, özünlə bağlı məlumat toplayır. Bu metakognitiv bacarıqların birincisidir. Özünlə bağlı məlumat toplamaq. Metakognitiv bacarığı olan insan özünlə bağlı məlumat toplamağı bacarır. Özünü müşahidə eləməyi bacarır, özünlə bağlı olan məsələlərdən agah olmağı bacarır və digərlərindən rəy alaraq özünün hansı vəziyyətdə olduğunu görə bilir. Bu oldu özünü monitorinqin xüsusiyyətləri. Gəldik özünü tənzimləməyə. Özünü tənzimləmənin də 4 dənə komponenti var. Hansı komponentlərdir? İlk olaraq baxaq özünü tənzimləmənin nə olduğuna. Özünü tənzimləmə insanın məqsədə çatmaqdan ötrü idrakını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlamağı və onu idarə eləməyidir. Deyək ki, bir insan hər hansısa bir qarşısına məqsəd qoyur, deyək ki, imtahana hazırlaşmaq və imtahana hazırlaşmaqdan ötrü öz idrakını, emosional vəziyyətini və davranışını nəzarətdə saxlayır və idarə eləməyi bacarır. Deyək ki, adamın emosional vəziyyəti pisləşirsə və yaxud da ki, deyək ki, yorulursa, oxumaqdan zehni yorulursa və yaxud da ki, deyək ki də müəyyən müddət dərsə davamlı qoşulmursa, bu zaman nə edir insan? Özünü idarə eləməyə çalışır. Deyək ki, səhvlərini düzəltməyə çalışır. Özünü idarə eləyirsə, bu zaman özünü tənzimləmə mərhələsindədir. Belə deyək də, özünü tənzimləməyə aiddir bu dediklərimiz, danışdıqlarımız. İndi gələk məqsədin müəyyən olunmasına. Məqsəd müəyyən olunması nədir? Bu özünü tənzimləmənin 4 komponentindən biridir. Məqsəd müəyyən eləyəndə biz ilk olaraq bir məqsəd qoyuruq qarşımıza və qoyduğumuz məqsəd bizim davranışımıza, bizim fəaliyyətimizi effektiv formada istiqamətləndirir. Və bu fəaliyyətin tənzimlənməsinə kömək eləyir. Yəni məsələn, biz qarşımıza məqsəd qoydum ki, mən miqə hazırlaşacağam. Əgər mənim qarşımda bir məqsəd varsa və mən məqsəd üçün çalışıram. Məqsəd üçün istiqamətli olaraq, yəni düzgün formada, effektiv olaraq işimi quraşdıra bilirəm. Və mənim işimi tənzimləməyimə məqsəd qoymağım kömək eləyir ki, mən işimi məqsəd qoymuşam deyə bütün işlərimi də ona görə tənzimləyirəm. Yəni fəaliyyətimi həmin işlə bağlı fəaliyyətimi tənzimləməyə nə edir mənim məqsəd? Kömək eləyir. İlkin formada özünü tənzimləmənin ilkin ən birinci versiyası nədir? Özünü tənzimləmək üçün insan qarşısına məqsəd qoymalıdır. Bu birincisi. Gəldik ikincisi. İkincisi plan qurmalısan. Məqsədə uyğun planın olmalıdır sənin. Məqsədə nail olmaq üçün sən bir strategiya qurmalısan, bir plan qurmalısan. Və sən nə qədər planlı iş görəsi olsan, həmişə bu sənin üçün yaxşıdır. İstədiyin nəticəyə çatsan da, çatmasan da, yenə planlı iş görmək həmişə yaxşıdır. Çünki sən özünü idarə eləməyə bacarırsan planlı iş görən zaman. Yəni məqsədə çatsan da, çatmasan da, planlı iş səni gələcəkdə həmin məqsədə çatmağına kömək eləyəcək. Bu gün kömək eləməsə də. Ona görə də mütləq formada planlaşdırma olmalıdır. Və planlaşdırma özünü tənzimləməyin ikinci komponentidir. Gəldik üçüncü emosional tənzimləməyə. Öyrənmə zamanı həmişə emosional reaksiyalarımızı nəzarətdə saxlamağımız lazımdır. Yəni özünü idarə edə bilən şəxs həmişə emosional vəziyyətini nəzarətdə saxlamağı bacarır və onu idarə eləməyə bacarır. Çünki öyrənmə həmişə rahat olmur, həmişə yaxşı keçmir. Və öyrənmə rahat, yaxşı keçmədiyinə görə də insan mütləq formada özünü emosional olaraq düzəltməyə bacarmalıdır. Çünki insanın qarşısına çətinlik çıxanda o ruhdan düşə bilər, həvəsdən düşə bilər. Amma insan əgər emosional formada özünü tənzimləməyi bacarırsa, o əzmli olacaq və emosiyalarını idarə eləməyə bacaracaqdır. Və emosiyaları idarə eləməyə bacarmaqda insanın sosial həyatında da ona lazım olan əsas vacib məqamlardan biridir ki, insan özünü, emosiyalarını idarə eləyir və sosial həyatda da bu emosiyaları idarə eləmək ona kömək eləyir. Bu da üçüncü, özünü tənzimləmənin üçüncüsü. Gəldik son olaraq uyğunlaşmaya, dördüncü komponent. Dördüncü komponentdə deyir, alınan rəylərə və şərtlərə əsasən istifadə elədiyi strategiyaları uyğunlaşdırır və dəyişdirir. Məsələn, mənə rəylər verilir, gördüyüm işlərlə bağlı. Məsələn, qarşıma məqsəd qoymuşdum miqə hazırlaşmaq, bu mənim məqsədim idi. Buna uyğun plan qurdum və qarşıma çıxan çətinlikləri, dərslərin müəyyən hissələri çətin idi. Mən qarşıma çıxan müəyyən dərslərlə bağlı çıxan hissələri çətinlik çəkirdim, amma özümü emosional formada tənzimləyirdim. Sonra dördüncü komponentdə isə mən baxıram ki, məndən başqa uşaqlar var, deyək ki, hazırlaşanlar miqə. Onlar mənə müəyyən deyək ki, strategiyalar öyrədirlər ki, bax biz oxuyanda bundan istifadə edirik. Deyək ki, özümüzü daha yaxşı gümrah eləmək üçün bu strategiyadan istifadə edirik. Daha çox mövzu öyrənməyimiz, məsəl üçün, mövzu öyrənməkdənsə daha çox test işləyirik
Mənə neyniyirlər? Müəyyən strategiyalar öyrədirlər. Və mən öz işlərimi onların dediklərinə uyğunlaşdırıram. Əgər o mənə uyğundursa, mənə daha çox xoş gəlirsə, deyək ki, mən baxıram ki, onların dediyi məni daha çox öyrənməmi yaxşılaşdıra bilər. Mən bu zaman strategiyalarımı onların dediyinə uyğun dəyişirəm və yaxud da onların dediyinə olaraq uyğunlaşdırıramsa, bu da olur hansı komponent? Bu da olur 4-cü komponentə uyğun elədiyim şeylər, hərəkətlər. Aydındır? Bu da olur özünü tənzimləmənin 4 dənə komponenti. Gəldik bununla bağlı verilən nümunəyə. Deyir ki, özünü tənzimləyə bilən şəxs oxu tapşırığında təkcə özünü monitorinq eləmir. Həm də neyniyir? Qavramağını təkmilləşdirmək üçün qarşısına məqsəd qoyur. Məqsədə çatmaq üçün strategiya qurur. Strategiyadan sonra plan hazırlayır. Sonra çətin anlarda öz məyusluğunu aradan qaldıra bilir, məyusluğunu tənzimləyə bilir və davamlı refleksiya eləyə, aldığı rəylər əsasında öz yanaşmasını uyğunlaşdırır. Yəni uşaqların digərlərinin, digər şagird yoldaşlarının ona verdiyi rəylərə görə işini uyğunlaşdıraraq daha da yaxşılaşdırmağa çalışır. Bu da olur nə? Özünü tənzimləməklə bağlı verilən komponentlər. İndi bunu danışım, axırda sonda bir dənə ümumiləşdirmə deyəcəm təzədən. Gəldik 3-cü özünü qiymətləndirməklə bağlı verilən komponentlərə. Özünü qiymətləndirmə nədir bəs? Özünü qiymətləndirmə fəaliyyəti və yaxud da ki, öyrənməsi haqqında mühakimə yürütməkdir və yaxud da insanın özünü qiymətləndirməyidir. Baxın, özünü qiymətləndirmə nə oldu? Özünü qiymətləndirmə insanın fəaliyyəti və öyrənməsi haqqında mühakimə eləmək və yaxud da ki, özünü qiymətləndirməkdir. Burada biraz qiymətləndirmə sözü səhv düşüb, üzr istəyirəm. Gəldik buradan 2 dənə komponentini izah eləməyə. Özünü qiymətləndirmədə 2 dənə komponent oldu. Qiymətləndirmə və refleksiya. Qiymətləndirmə nədir? İşi və yaxud da öyrənmənin keyfiyyəti haqqında biz mühakimə yürüdürük. Və özümüzü düzgün formada, rasional formada düşünürüksə, yəni düzgün formada qiymətləndirməyə, obyektiv formada qiymətləndirməyə çalışırıq özümüzü. Etibarlı meyarlar əsasında dedikdə, yəni biz burada rasional və düzgün formada, obyektiv formada düşünüb özümüzə qarşı fikir yürüdürük və özümüzü nə edirik? Qiymətləndiririk. Və şagird nəticədən öz işini nə etmiş olur? Qiymətləndirmiş olur. Düzgün mühakimə etdikdə. Yəni düzgün mühakimə, düzgün fikir yürüdür və düzgün fikir, mühakimə yürütmək onu inkişaf elətdirir. Yəni sonda qiymətləndirməmizə gətirib çıxardır. Refleksiya nədir bəs? Nə öyrəndiyini və necə öyrəndiyini, nələri inkişaf elətdirməli olduğu haqqında tənqidi düşünməyimiz deməkdir. Yəni biz öz işlərimizi yenidən nəzərdən keçiririk. Əvvəldən sona qədər elədiyimizi yenidən nəzərdən keçiririk və özümüzə qiymət veririk və tənqidi düşünürük. Daimi olaraq fəaliyyətimiz haqqında refleksiya elədikdə, təhlil elədikdə üstünlükləri və çatışmazlıqları müəyyən eləyə bilirik. Nə edirik? Üstünlük və çatışmazlığı harda müəyyən edirik? Refleksiya eləyəndə. Və refleksiya hansına aiddir? Özünü qiymətləndirməyə aiddir. Qiymətləndirmə nədir? Öz işini mühakimə eləmək. Öz işinə düzgün formada fikir yürüdüb, mühakimə yürüdüb, sonda işini qiymətləndirməkdir. Bu da olur nəyə? Özünü qiymətləndirməyə aid. Deyək ki, mən məsəl üçün bayaqlar məqsəd qoymuşdum miqə hazırlaşmağa. Mən sonda öz işimi qiymətləndirirəm ki, mən miqə nə qədər hazırlaşıram? Yəni günümün vaxtını nə qədər bölürəm? Yaxşımı hazırlaşıram? Verilən tapşırıqları düzgünmü yerinə yetirə bilirəm? Yoxsa səhvmi yerinə yetirə bilirəm? Mən daha çox hazırlaşmalıyam yoxsa azmı hazırlaşmalıyam? Özümü nə edirəm? Mühakimə edərək qiymətləndirirəm. Və refleksiya eləyəndə də gündəlik olaraq elədiklərimi, nəyi eləyib eləmədiyimi gözdən keçirirəm. Deyək ki, kurikulummu yoxsa ixtisasımı daha zəif olduğumu refleksiya elədikdən sonra görürəm və çatışmazlıqlarımı müəyyən eləyəndən sonra işimi daha da yaxşılaşdırmağa çalışıram. Nə edirəm burada? Sonda da özümü qiymətləndirirəm. Nümunə üstündən baxsaq görürsük ki, deyir ki, oxu tapşırığından sonra şagird oxuyub anlama ilə bağlı olan məqsədinə nə dərəcədə nail olduğunu düşünür. Hansı strategiyaların effektiv olduğunu nəzərə alır və təkmilləşdirməli sahələri müəyyənləşdirərək özünü qiymətləndirir. Və dediyim kimi, miqə hazırlaşmaqla bağlı bayaq dediyim kimi. Neynədi insan? Oxuyub anlama ilə bağlı məqsədinə nail olub-olmadığını düşündü, strategiyaların nə qədər düzgün olub-olduğunu düşündü və başladı nə etməyə buna görə də müəyyənləşdirdi və sonra da özünü qiymətləndirdi. Bu da oldu metakognitiv bacarıqların yəni son olaraq 3-cü bölünən 3-cü hissəsi belə deyək. Xülasə olaraq, qısa olaraq desək, özünü monitorinq nə oldu? Özünü monitorinq, özünü müşahidə eləməkdir, məlumatlı olmaqdır özünlə bağlı. Özünü tənzimləmə nədir? Məqsədə çatmaq üçün idraki və emosional proseslərin fəal şəkildə idarə olunması. Baxın, özünü idarə eləməkdir, özünü tənzimləmədə. Özünü qiymətləndirmədə isə mühakimə yürütmək və refleksiya eləmək deməkdir. Və bunu eləyən şəxslər öz öyrənmə proseslərini başa düşə bilirlər, özlərini nəzarətdə saxlaya bilirlər və effektiv formada öyrənə bilirlər və bunu onlarda imkan verir metakognitiv bacarıqlardır. 3 dənə metakognitiv bacarıq oldu. Özünü monitorinq, özünü tənzimləmə və özünü qiymətləndirmə. Bu 3 dənə metakognitiv bacarıqdan istifadə edən insan
daha yaxşı öyrənməsinə şərait yaradır. O insan daha yaxşı öyrənə bilir, daha effektiv öyrənə bilir, məsələlərdən daha yaxşı, belə deyək də, məlumatlı ola bilir. Ümumi olaraq dedik, 3 dənə olan hissə. Özünü monitorinq, özünü tənzimləmə və özünü qiymətləndirmə. Özünü monitorinq qısalaşdırıb deyirik. Özünü monitorinq nə idi? Özünü müşahidə eləməkdir. Burada adam özünə qiymət vermirdi. Özünü sadəcə olaraq müşahidə edib özünlə bağlı məlumat toplayırdı. Müşahidə eləyirdi özünü, sadəcə olaraq məlumat toplayırdı. Sonra müşahidə elədikdən sonra nəyi bilib bilmədiyini anlayırdı, başa düşürdü. Deməli özündən nə edirdi? Agah olurdu. Sonra rəy alırdı, özünün çatışıb-çatışmayan hissələrini, özünlə bağlı çatışıb-çatışmayanları görə bilirdi. Bu olurdu özünü monitorinq. Adamın məqsəd qoymağı, sonra plan qurmağı, sonra özünün emosional olaraq tənzimləməyi və məsələləri, strategiyalarını digər insanlardan rəylər alaraq uyğunlaşdırmağı olurdu nə? Özünü tənzimləmə. Və özünü tənzimləmədə insan özünü idarə eləməyi bacarırdı. Son olaraq isə özünü tənzimləyən insan özünü qiymətləndirirdi və refleks edirdi məsələlərin hər birini ki, hansı yerdədir, nəyi daha yaxşı inkişaf elətdirməyə bacarmalıdır, özü hansı səviyyədədir və öz işi ilə bağlı özünə qiymət verirdi. Bu da oldu nə? Özünü qiymətləndirmə. Qısalaşdırıb bir dənə situasiya üstündən deyəsi olsaq, adam hal-hazırdakı vəziyyətdə özünü monitorinq eləyir ki, məsəl üçün mən müəllim ola bilərəm, yoxsa yox. Müşahidə elədi özünü və düşündü ki, məsəl üçün də bugünkü gündə o müəllim ola bilər. Yəni özündən agah olur. Nə mənada? Hal-hazırda imtahana hazırlaşmaq istəyir, özünü müşahidə eləyir müəllim olmaqla bağlı. Yəni adam istəyir ki, müəllim olsun və özünü müşahidə eləyir. Müşahidə elədikdən sonra nəyi bilib bilmədiyini anlayır. Agah olur ki, məsəl üçün o öz ixtisası ilə bağlı və ya da kurikulumla bağlı müəyyən bölmələri bilir və ya da bilmir. Sonra deyək ki, digər tələbə yoldaşlarına rəy alır məsələ ilə bağlı. Yəni deyək ki, sual-cavab eləyirlər. Sual-cavabdan sonra o rəylər alır ki, hə, sən bax kurikulumu yaxşı bilirsən, deyək ki, ixtisası zəif bilirsən. Nədir? Bu özünü monitorinqdir. Sonra adam məqsəd qoyur ki, mən məsəl üçün 95 bal yığacam. Bu adamın məqsədidir. Sonra 95 bal yığmaqdan ötürü adam plan qoyur qarşısına ki, mən həftənin 7 gününü hazırlaşacağam. Sonra qarşısına hər hansı bir çətin mövzular çıxanda adam özünü emosional olaraq tənzimləyir. Və emosional olaraq tənzimləyəndən sonra adam görür ki, digərləri bundan daha yaxşı öyrənir. Başlayır nə etməyə? Onların strategiyasını mənimsəməyə və özününküləşdirməyə, özünə uyğunlaşdırmağa. Özünü tənzimləmədir bunlar. Gəlir son olaraq adam özünü qiymətləndirir. Deyək ki, imtahan bitir. Məsələn, imtahandan daha doğrusu gedir imtahan verir. Adam deyək ki, məsəl üçün 90 bal yığır. 95 idi məqsəd, amma 90 bal yığır. Sonra nə edir? Özünü qiymətləndirir və refleks edir ki, mən nələri düz eləmişdim, nələri səhv eləmişdim. Və öz işinlə bağlı mühakimə edir və sonunda özünü qiymətləndirmiş olur. Bu nə olur? Bu olur özünü qiymətləndirmə. Bax, metakognitiv bacarıqlar bu qədər adi, sadədir, rahatdır. Yəni mövzu olaraq böyütməyə ehtiyac yoxdur. Bir insanın özü ilə bağlı olan məsələləri bilməyi, özünü idarə etməyi bacarmağı və özünü qiymətləndirməyi. Olur nə? Olur metakognitiv bacarıqlar. Bu qədər sadə.